bitki alarkən həmişə qabdan çıxardım. Bu köklər əgər tam tutulubsa, gördüyünüz kimi qırılma yoxsa, dartdığın zaman torpaqdan ayrılmırsa, Arazı müştərilər metr boyunda yolkalarımız, limonlu yolkalarımız var. Onun cəmisi 15 manat. Bəhruz əmi necə olur? Səndə bu 3 metrlik yolka 15 manat, məndə isə bu balaca yolka 15 manat. Bunların fərqi nədir? Səncə nə ola bilər fərqi? Fərqi. Aha. Onun dibcəyi ilə bunun əkilməsində fərq var. O qabda yetişdirilmədi. Bu yerdən çıxıb qaba vurulmalı. Köksüz maldır. Bəhruz əmi gətir onu at. Gətir at Bəhruz əmi. Gətir at o birilərin yanına. At ora Bəhruz əmi. Köksüz malında asıl aqibəti gələr. Bəhruz əmi, bir dənə bunu da çıxarda bilərsən zəhmət olmasa. Bu da görürsünüz bizim dibcəyi malımız. Əziz dostlar, bax, burada ən böyük məsələ nədir? Deməli, bu tipli yolkalar, yəni siz yəqin ki qabağınıza çıxıb böyük yolkalar 3 metr, 4 metr, 5 metr, 10 manat, 15 manat, yəni belə kim nə gəldi deyir də belə deyək qiymətləri. Bunlar isə ən böyük səbəbi, yəni bu ucuz olmağının səbəbi. Yəni bu gördüyünüz ağacların kökünün olmamasıdır. Yəni bu limon elə bir ağacdır ki, bu yerinin dəyişməsini sevmir. Bunun kökləri həddindən artıq kövrü olur. Görürsünüzmü necə kəsilib köklər? Bu rayonlarda ərazilərə əkilir münbit torpağa. Orada gübrə vasitəsilə böyüdülür. Və oradan qış fəslində çıxarılıb Bakıya satış üçün göndərilir. Amma ondan sonra havalar biraz isindiyi zaman görürsünüzmü burada nə qədəri quruyub. Düzgün atırıblar. Hamısında kökləri yoxdur. Yəni dostlar, sizə təkrar olaraq göstərirəm ki, bəzən bir dənə çıxart. Bitki alarkən həmişə qabdan çıxardım. Bu köklər əgər tam tutulubsa, gördüyünüz kimi qırılma yoxsa, dartdığın zaman torpaqdan ayrılmırsa, o bitki sağlam bitkidir. O bitkinin problemi yoxdur. Bitki alarkən çalışın tanıdığınız adamdan alın və araşdırıb alın. Məsələn, biz də gətirmişik bu böyük yolkalardan, bizdə də çox uzaq var. Amma havalar isindikcə başlayır yavaş-yavaş qurumağa. Bu ağaclardan 10-15 dənəsi bitməyədir.